TikTok'a girdim. Dedim ki nə var nə yoxdur. TikTok'da neçə vaxt TikTok'a girmirdim. Fikirləşdim ki, görəsən də video çəkərəm həm də. Qabağıma bir dənə TikToker çıxdı ki, gəl görəsən çəpinə nazirdir nədir? Profilində görürsünüz özünüz. Dostlar, burada ayağıma aşıyıram. Düzdür, izah eləmək məcburiyyətində deyiləm. Birdən izləyicilər səhv anlayar deyə izah eləmək məcburiyyətindəyəm. O necə olur? Vallahi heç nə dediyimi bilmirəm. Xoş izləmələr, izləyin getsin. Girdim, gördüm ki, əməlli başlı videolar çəkib də bu belə saqqalı ilə falan belə qəşəng möhtəşəm videolar çəkib. Dedim ki, bu TikToker reaksiya verir də. Özü çox güclü TikTokerdir. Diqqətlə baxın da, yəni. İndi reaksiyamızı verəcəyik. Videomuza like atıb kanalımıza abunə olmaqdan çıxarmayın. Çəpinə naziri də TikTokda çəpinə nazir yazaraq tapa bilərsiniz. Ya Allah, başladıq. Vəziyyətə qurğaydı baxan içərdə. Arada belə baxır ki, görəsən necə düşürəm videoda. Arxadan saçım necə görünür. Arada belə baxır kameraya. O bustanda hər işi səhmanlıdır. Təsəvvür edin, belə videolar çəkirəm, anlar. Salam olsun kişilərə. Yeter lan yeter! Yeter! Bu göy sarıçqa çox superdir həqiqətən. Göy sarıçqa özdə. Qırmızı sarıçqa da var edəyiz. Videodan sonra çox maraqlı gəldi mənə ki, göy sarıçqa varsa niyə də qırmızı sarıçqa olmasın? Girdim, inanmırdım, Google-da axtarış elədim, gördüm ki, o qırmızı sarıçqa həqiqətən də gözlərimi qamaşdı. Heç nə deməyəcəm, qoy ürəyim partlasın. Deyəsən sarıçqa reklamıdır elə video. Yenə bəxşiş kimi video çəkib, qıraqdan falan. İnək də videoya dəvətlidir. Ne yazmaq da, lüt qız olsa bəyənərsən, beləmi? Şərhlərini oxuyurdum. Elə bu videonun. Bir yazmış şərhdə ki, hə bəyənərəm qaqa, başqa sözüm var. Niyə belə qorxulu baxırıq kameraya? Yağmada qarşıda görmüsən. Ara kabro göründü. Süper, havalıdır. Ləzzət eləyir videolarıma, fanatıyam. Qaqa içmə ay qaqa, ziyandır. İlk dəfə atfal olanda mən də belə eləyirdim. Qaqa şevi məni görüntülü danışır. Ancaq oğru mahnıları ilə falan. Açığı reaksiya verməyə qorxurdum ki, tutub çırparlar məni. Adamı falan olar. Amma ki, reaksiyamızı veririk. Nə olar, kesin çəpinə nazir yazaraq qaqaşımıza dəstək olun. Birdən adamı falan olar, çağırar üstümüzə, öldürtər, bizi nəsə eləyər. Səsi belə eləyəndə nə olur ki? Başımı necə qoydum. Qaqaş getdi özündən də yəni. Həyatı elə yaşa ki. Bu video superdir. Hər videoda qaqaşın videosuna ya heyvan ya da quşsat dəvətlidir. Yəni bir dənə baxın, toyuğa baxın bir dənə. Toyuq arxada nə edir? Bu video ləzzət eləyir. Yəni ki, solid videodur. Yəni daha belə eləmir. Gördünüz, bir dənə başdan baxın. Qaqaş qapağı üfürür beləncik. Havalıdır, Sprite reklamı. Bu arada qaqaşın xarici görünüşünü falan heç demirəm. Sadəcə elədiyi hərəkətlərə reaksiya bildirirəm. Sadəcə zarafat məqsədlədir, yəni. Qarşı durub burada söyümürəm ki, nəsə eləmirəm ki. Sadəcə TikTokerdə elə reaksiyamız veririk. Bütün TikTokerlərə reaksiyamı verirəm onsuz da. Bu cür bir qərara gəldim ki, hansısa TikToker reaksiya verməyimi istəyirsə, şərhlərdə adını mütləq şəkildə yazın. Bu arada hələ buraya kimi videonu izləmişsə, like atın. Bu videonu bir dənə 100 bəyənməyə çatdıraq. Görək biz 100 bəyənmə ala bilərik. Amma maşını baxın, arxadan kimsə baxır buna. Baxıb deyir ki, maşının içində nə edir bu görəsən. Qaqaşı saçı da mənə kimi tez yağlanır. Yox, mənim saçım kimi, mənə kimi özdə. O, idmana başlamışam. Var, pisdir. Mən də belə videolar çəkə bilərəm onda. Bu qaqaş kimi əzələm var. Bax ki. Ancaq bu mahnı ilə paylaşıb. Bir də baxın. Çənəsində 2-3 dənə tük çıxan kimi dostum. Ay qaqa, içmə qaqa. Almanla içir özü də. Almanla o içəsi şeydir. Neçə yaş var görəsən bunu içir də yəni. Saçımı təzə qırxdıranda mən. Baxın, saçını təzə qırxdırıb. Saqqalı yaxşıdır yəni. Baxımlı saqqalı oxşayır. Amma ki videoların yəni anlamı yoxdursa, niyə görə çəkir bilmirəm. Son 2 gün. O əsgər gedir bu qaqaş.
Məndən böyükdür. Oğlum mən 15 yaş verirdim buna. Allah haqqı, yəni özümlə yaş falan bilirdim də, yəni. Ya özümdən 17 yaş var, mən buna 15 yaş verirdim. Nə deyirəm, mən nə danışıram. Nəsə də yaşını az bilirdim, yəni. Elə bilirdim məndən balacadır. Bəlkə də prim kasması paylaşır, amma ki səhifəsində videolar paylaşır. Əsəl edib ola paylaşır, yəni. Bu gün də içdim. Nə içirsən qaqa? O nədir? Soruşma alması. O nədir? Rumkanın dibində. Bu gün də içdim. Hər gün iç qaqa, xeyri var. Qaqa, bu nədir qaqa? Bəxtin çox superdir ya. Əsas ikincidir qaqa, sən ikincini möhkəm tut. Qaqaş dəli oldu. İdmanda 4-cü gün. Hiçbir işe yanaşmadım bigane. Büsbütün etrafa Qaqaş kubki əzab verir hal-hazırda. Amma ki idmandır, yəni idmandır, normal idmandır. Mən də əvvəllər belə idman edirdim, amma durub TikToka çəkib atmırdım. Bunu TikTokda paylaşıbsa, yəni mən buna fikir bildirə bilərəm də. Cəmaət yorumlarda onsuz da söyüb, yəni. Mən sadəcə fikrimi bildirirəm. Ancaq ki idman edirsə halaldır, yəni. Amma ki idman belə eləmirlər də, çox da, yəni necə deyim, belə eləyir də o. Çox kasıbların dostu, Çəpinə Nazi. Sənə buradan salamlar qaqam. Gəzişə falan baxın, yəni. Həqiqətən də baxanda bilinir ki, kasıbların dostudur. Bir videomuzun da sonuna gəldik. Videomuz çox qısa oldu. Gözləmirdim bu qədər qısa olsun. Ümid edirəm video xoşunuza gəldi. Like atarsınız, kanalımıza abunə olarsınız. Videonu uzun tutmağa çalışacağam. Nə edəcəm? Deməli. Biraz Çəpinə Nazirə yazılan yorumlardan oxuyaq dostlar. Bir baxaq insanlar buna nə cür şərhlər yazıb. Özümə də çox maraqlı gəlir. Düzdür, mən oxumuşam. Siz də oxuyun da. Da girib TikTokda axtarış eləməyin, elə buradan oxuyaq. Bu arada Çəpinə Nazir, sən də bu videoya baxırsan, Çəpinə Nazir yapışmı Çəpinə. Bu arada Nazir, sən də bu videoya baxırsansa qaqam, like elə ki, sən də qabağa gedəsən, mən də qabağa gedim. Ekran görüntüsü açmaq istəyirəm, aça bilməm ki, yorumları sizinlə də paylaşım. Deyirsən, bunda ekran qeydici yoxdur. Neyse dostlar, biz baxaq, şərhləri qoyaram. Şəkillərini qoyaram, şərhləri qoyaram öz. Bir bax, buna insanlar nə yazıbdı? Bir nəfər yazıb ki, nervlənəcəyimi bilə-bilə baxıram. 20 saniyəlik videoda 7 dəfə 10 ildir dedi. Videoda özü də deyir ki, yəni 10 ildir deyir, mən xiyar yemirəm. 10 ildir tutmaq xiyar yemirəm. Biz 10 ildir, 10 il. 10 ildir, 10 il. 10 ildir, 10 il. Bir nəfər yazıb ki, 20 saniyəlik videoda 7 dəfə 10 ildir dedi. Bu arada məndə də olub arada, videoda bir sözümü istəf etmişəm. Biri yazıb ki, Allah səni bizə çox görsün. Bu uca təmiz qarğışdır. Sən TikTok çəkmə bundan sonra. Allah əziyyətini yerdə qoysun. Ne kadar komik. Çox əziyyət çəkir axı.